Alo. Bəli. Salam, Elxan müəllim, necəsiz? Salam, olsun. Kimdir bu? Hər vaxtınız xeyir olsun. Sizi Əli Vəliyev narahat edir. Manşet Az Xəbər portalının baş redaktoru. Buyurun, danışmışdınız sizinlə. Keçən dəfə danışmışdıq. Elxan müəllim, indi deməli bizim mailimizə belə bir məlumat gəlib ki, sizin deməli o Mənzil İstismar Təsərrüfatı Birliyinə rəis təyin eləmişsiniz, Ramil Abbasov. Belə məlumatlar var ki, siz onu ora təyin etmək üçün 200 min manat rüşvət almışsınız. Bu barədə nə deyə bilərsiniz? Siz düşünürsünüz, bilirsiniz nə danışırsınız? Bu iddiadır da, mən də ona görə sizə zəng eləmişəm ki, yəni bu məlumatlar nə qədər doğrudur. Siz zəng eləyin ictimai siyasi şöbəyə zəhmət olmasa. Yox, axı ictimai siyasi şöbənin adı deyil, burada sizin adınız çəkilir. Biz tanışıq. Mən jurnalistəm, əzizim, mən baş redaktoram. Bizim suallara cavab olmaq üçün tanış olmaq lazım deyil. Mən sizi tanımıram və görmürəm. Siz nə vaxt istəyirsiniz, yazılın qəbula, danışaq, söhbət edəyək. Müəllim, biz dövlətdən rəsmi maliyyələşirik. Manşet Az Xəbər portalı ölkədə 39 dənə saytdan bilir ki, dövlətdən rəsmi maliyyələşir. Və mən də oranı görmürəm. Mən bilmirəm axı. Yox, başa düşdüm. Mən sizə özümü təqdim elədim, telefon nömrəni düşürürsünüz, bundan qabaq da açıqlama vermisiniz. Mən deyirəm ki, belə iddia var ki, siz 200 min manat rüşvət almışsınız o adamı ora təyin etmək üçün. Çünki o sizin yanınızda əvvəlcə qeyri-qanuni tikintilərdə işləyib, A maşın sürüb, halbuki qadağan idi, halbuki çünki o elə bir səlahiyyət sahibi olmayıb orada. Sonra siz onu nümayəndə təyin eləmişsiniz, sonra da gətirib eləmişsiniz MİSin rəisi, amma bu sahə ilə bağlı olmayan bir adamdır. Yəni bizə də belə bir iddia var ki, siz ondan rüşvət almışsınız 200 min. Bu barədə nə deyə bilərsiniz? Əlbəlim, siz məni görməyə, tanımaya, mənim barəmdə məlumatlar yayırsınız. Yox, mən düşünürəm ki, nə sözünüz varsa da mən sizlə görüşməyə hazıram. Nə vaxt istəyirsiniz, buyurun, gəlin, görüşək, söhbət edəyək. Yox, mən görüşmək istəmirəm. Sadəcə istədim ki, siz bu suallara cavab verəsiniz. Görüşmək ihtiyacım ki, görüm ki, nəyə görə məni tanımayan adam mənim barəmdə... Mən sizi tanıyıram, mən sizi yaxşı tanıyıram. Lap yaxşı, mən də sizi tanıyardım. Mən də sizi tanıyardım, lap yaxşı olardı. Nə vaxt istəyirsiniz, yazılın, qəbula gəlin. Yaxşı, təşəkkür edirəm sizə. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Sağ olun.